Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. İlk önce Rabbimize şükürler olsun ki bizlere bu güzel əqidəni qismət edib, tevhid nimetini qismət edib. Rabbimize şükürler olsun ki onun yoluyla getməyi qismət edib bizlərə. Bu Allah Taala'nın en büyük bizlere bəxş etdiyi lütfüdür. Hansı ki dünya nemətləri içərisində en büyük nemətdir. Belki de biz bunun qədrini, değerini o kadar bilmirik. Rabbimize şükürler olsun ki Allah'a şərik koşanlardan deyilik ve Allah Taala bizleri sabit eylesin. Biz Rabbimize ne kadar da şükür etsək, onun verdiği bu tevhid nimeti, İslam nimeti, doğru əqidə, doğru İslam, bunun heç vaxt haqqını biz ödeyə bilmərik. Allah Taala'nın en büyük nimetidir ki bunu bizlere kısmet edip bugün oturmuşuq, kardeşlerimizle beraber bazı meseleleri birbirimize tövsiye edirik, okuyuruq. Bu Rabbimizin en büyük lütfüdür. Elm meclisinde iştirak etmeyi ve elm meclisinde olmak, Allah Teala bizlere bu lütfü bəxş edibsə, Rabbimize şükürler olsun ki bu onun sevgisini kazanmak için en büyük sebeplerden birisidir. Allah Teala'nın bizlere en büyük sevgisi, en büyük nimeti budur ki Allah Teala bizlere icazə verib ki, nimet verib ki, müvəffəq edib ki, imkan verib ki, onun adını xatırlayırıq. Yenə də şükür sahibi kimdir? Uca Allah Teala. İnsan heç zaman qürurlanmalı deyil. İnsan heç zaman əməlləri ilə övünməli deyil. Və insan hər zaman bilməlidir ki, Allah Teala səni bir şey müvəffəq edibsə, o Allahın nemətidir. O nemətdir ki, bu nemət sadəcə bu dünyaya bitmir. O nemət ki, mələklərin duasına nail olursan. O nemət ki, mələklər elm məclislərini axtararlar, yer üzərində onu öz dövrəsinə alarlar, ta səmanın 7-ci qatına qədər və onlara səmadan rahatlıq enər, nur enər və həmin mələklər orada oturanlar üçün Allah Taala'dan bağışlanma diləyərlər. Əgər Allah Taala səni bunu qismət edibsə, səni müvəffəq edibsə, Allah Taala səni bağışlamaq istəyib ki, bu nemət sənə qismət edib. Və həmçinin Peyğəmbərimiz s.ə.və Allahın salavatı olsun, xeyir duası olsun. Hansı ki, bu günlər biz dinimizdən nəyi öyrənirsə, bir şey nail olursa Allahın hikməti ilə, orada Peyğəmbərimiz s.ə.v-in böyük rolu böyüdür. Hansı ki, Rasulullah s.ə.v Allah Taala'nın yarattıqları qədər ona sonsuz həmd sənalar olsun Allah Taala və Peyğəmbərimizə xeyir dua olsun, salavat olsun ki, ac qalıb, əziyyət çəkib, işgəncələr görüb, günlər olub, mədəsinə bir tikə loxma getməyib, elə gün olub ki, ac yatıb, elə gün olub ki, aclığından yıxılmasın deyə qarnına daş bağlayıb. Amma bizim zamanımızda o qədər nemətlər vardır ki, biz bu nemətlərin bəlkə də qədrini bilmirik. Özümüz indi oturmuşuq bu ölkəmizdə əmin-amanlıq içərisində Rəbbimizin kəlamlarını qeyd ediriksə, bu özü böyük bir nemətdir. Ona görə Peyğəmbərimiz s.ə.və Allahın salavatı olsun, onun əhl-i beytinə, onun əshabələrinə, mə bələğəl leyli və nəhar, gecə gündüzlərin çatdığı hər yer qədər. Biz nə qədər də Peyğəmbərimiz s.ə.və salavat duası oxusaq, əlbəttə ki, onun haqqını ödeyə bilmərik. Nə qədər əziyyətcə çəkib, ac qalıb. Hətta Peyğəmbərimiz s.ə.v vəfatından öncə qızı Fatimə deyir ki, yə əbətə, ey atam, sıxıntımı, əziyyət içərisindəsən, belə bir söz deyirlər. Deyir ki, ey qızım, bugündən sonra deyir, atana daha sıxıntı yoxdur, ölümü yaxınlaşır. O sıxıntı yoxdur artıq müşriklərin əziyyəti, o sıxıntı yoxdur ona atılan iftiralar, ailəsinə atılan iftiralar, Uhud döyüşündə yaralanması, ac qalması, əshabilərinin öldürülməsi, həyatda ikən Fatimə anamızdan başqa bütün evladlarını öz əli ilə dəfn etməsi, bütün bunlar hamısı əlbəttə ki, sıxıntı. Bunu Peyğəmbərimiz s.ə.v bu yükü daşıyırdı və bununla bərabər dəvət yükü, Allahın tevhidini çatdırmaq yükü. Ona görə Rəbbimizə şükürlər olsun, bizləri Peyğəmbərimiz s.ə.v-in o gözəl yoluna getməyi nəsib eyləyib və əsasən də ki, Rəbbimiz bizləri müvəffəq eyləsin, sabit eyləsin. Əlbəttə ki, hər bir insan düşünməlidir ki, özüm üçün və qardaşlarım üçün nəsiyyət olaraq bu mövzunu oxuyurdum. Dedim ki, inşallah sizlərlə də bölüşüm, Uca Allah Taala faydalı eyləsin. Bu dünya əlbəttə ki, Allah Quran-ı Kərimdə buyurur, Kullu nəfsin zəiqatil maut.
وَإِنَّمَا تُوَفُّونَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Əlbəttə ki, hər kəs ölümü dadacaqdır. Lakin qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim cəhənnəmdən uzaqlaşdırılıb cəhənnəmə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyil. Əl-İmran surəsi. Qurtubi rahimehullah buyurur ki, ölüm ən qorxunc hal, ən pis vəziyyət, ən çirkin şey, ən çox iyrənilən və xoşlanmayan insanların içdiyi bir qədər ləzzətləri kəsən, rahatı qaçıran, istənilməyən şeyləri çəkdirən bir şeydir. İnsanın sümüklərini qoparan, orqanlarını bir-birindən ayıran, yaradılışını darmadağın edən qorxunc bir vəziyyətdir. Qorxunc bir vəziyyətdir, ürpədici bir haldır. Bu vəziyyətin yaşandığı gün isə ən böyük gündür, rahimehullah buyurur. Yəni, hər bir insan ölümü dadacaqdır. Ölüm bühuşluğu, ölüm anı, hansı ki insanlar bu dünyada yaşayırlar. Heç kimsə ölmək istəmir və yaxud da ki, ölümünü düşünmürlər. Amma hansı ki, bir gün mütləq və mütləq hər bir insan bilməlidir ki, bu dünyadan köçməlidir və bu dünyadan köçəcək. O qaranlıq qəbr üçün, o axirət dünyası üçün, Allahla qarşılaşmaq üçün nə hazırlayıb, nə qoyub gedib, hansı əməllər sahibidir. Həqiqətən də bu əzəmətli bir həqiqətdir. İnsanlar bunu xoşlasa da, xoşlamasa da, dostu dostdan ayıran, atanı evladından ayıran, ananı evladından ayıran, hər kəsi bir-birindən ayıran acı bir həqiqətdir. Bugün bu dünyadayıq, amma sabah isə başqa bir dünyada olacaq, axirət dünyası. Biz bugün danışırıq, amma bir gün artıq gün gələcək ki, onu özümüz yaşayacaq. Ona görə də insan düşünməlidir ki, bu dünyadan Allah dərgahına hansı əməllərlə gedib. Ona görə buyurur Allah Quran-ı Kərimdə, ey insan, İnnəkə kədihun ilə Rabbikə kədihən fəmulaqih. Ey insan, ölüm bühuşluğu, ölüm anı həqiqətən gələcəkdir. Ey insan, bu sənin uzaq qaçdığın bir şeydir. Bir anlıq düşün ki, can üstəsən. Ölümün sıxıntısı, acısı, ölümün sərxoşluğu, qəm və istirabı ilə boğuşursan, əgər iman sahibi olmasan, Allaha gözəl sonucla bu dünyadan köçənlərdən olmasan, Allahın bağışladığı qullardan olmasan, nə cavab verəcəksən o qaranlıq qəbirdə? Hansı ki, nə dost var, nə yoldaş var, əməllərindən başqa heç kimsə səninlə bərabər qalmayacaq orada. Və düşün ki, bir gün ölüm mələyi başımızın üstündə dayanacaq. Biz bugün rahat danışırıq, amma biz də bir günləri bunu yaşayacaq. Necə ki, bizdən əvvəlkilər bu günü yaşadılar. Ölümlə çarpışmanın ağrısı bunu yaşayacaq. Hansı əməllərimizlə biz buna hazırıq? Hansı ki, Peyğəmbərimiz s.ə.v vəfatından əvvəl deyərdi ki, La iləhə illallah, innə lil mavti səkarat. Həqiqətən, ölümün deyir, bühuşluğu var, sıxıntısı var, can çəkişmi anı var. Peyğəmbərimiz s.ə.v bundan Allaha sığınır. O Rəsul s.ə.v hansı ki, cənnətlə müjdələnib. Amma Rəsul olsa da belə, o dünyadan köçməlidir. Allahın qoyduğu bir qanundur. Və deyir ki, innə lil mavti səkarat. Ölümün can çəkişmə anı var, o sıxıntısı var, o kədəri var, o qəm qüssəsi var. Hər kəs bunu yaşayacaq. Peyğəmbərlər belə bunu nə ediblər? Yaşayıb. Və ölümün sıxıntısının insanın bədəninə yayılması. Çünki insan bu dünyadan köçür. Ölüm həqiqətən gələcəkdir. Ey insan, bu sənin qorxub qaçdığın, cürbəcür vasitələrlə canı qurtarmaq istədiyin bir şeydir. Amma bundan qurtara bilməyəcəksən. Kaş sən zalimları ölüm əzabı içində çabalayan mələklərin də əllərini uzadıb, çıxarın canlarınızı. Siz bugün Allaha qarşı nahaq sözlər danışdığınıza və onun ayələrinə təkəbbürlük göstərdiyinizə görə alçalıcı bir əzabla cəzalandıracaqsınız. Dediklərini görəydin, deyir Allah təala Peyğəmbərimizə. O anı görəydin, deyir. Nə istirablar çəkirlər. Can boğaza yetişdiyi zaman, ölümün gəldiyi, çatdığı zaman. Xeyr, can boğaza
yəni körpücü sümünə gəlib yetişəcəyi, onu bundan başqa, onu bəladan heç kim xilas edə bilməz. Və deyiləndə ki, kim xilas edə bilər deyiləcəyi, can üstə olan kimsə ayrılıq dəminin gəlib çatdığını anlayacağı və ölüm qorxusundan qıçına dolaşacağı zaman Allah təala buyurur Qiyamət surəsində. Subhanallah. Və bunu əlbəttə ki, biz hamımız nədir? Bir gün bunu yaşayacaq. Ona görə də Həsən el-Basri rəhməhullah deyir ki, ölüm dünyanı rüsva edib. Belə ki, aqil insan üçün orada sevinəcək heç nə yoxdur. Kullu nəfsin zəiqatul maut. Hər bir nəfs ölümü dadacaq. İbn Kəthir deyir ki, rəhməhullah, bilirsiniz bu ayə nədir? Bu ayə nədir? Bütün dünyaya artıq baş sağlığı verilir ey insan. Nəyə nə fərəhlənirsən? Sənin baş sağlığın verilib artıq. Allah tərəfindən. Yəni bu dünyadan köçəcəksən. Qəribəsi budur ki, biz insanlar hələ də qəflət içərisindəyik. İnsanlar ölüb keçir, ölüb gedir, hələ də bir bəziləri ayılmır. İnsan xəstələnir, yenə də ayılmır. İnsan bəzən dünyaya sevinir, bu sevinç neyniyir? Onu Allah-Taala'dan uzaqlaşdırır. Ona görə də bir insan hər zaman bunun üçün nədir? Hazırlaşmalıdır. Əlbəttə ki, hazırlaşma nə ilə olur? Əlbəttə ki, Allah-Taala imanla və çoxlu dualarla ki, Allahım, sən məni sabit eylə. Çünki ölüm anında ola bilsin ki, şeytan səni aldatsın. İbn-i Qeym deyir ki, rəhməhullah, bu dünyada sən sağlam ikən, sağ ikən, gücün var ikən, şeytan səni günahlarla aldada bilirsə, o sıxıntı anında, zəif düşdüyündə, çətin anında şeytan səni necə aldatmasın ki, ey insan, ey kafir insan? Bu dünyada səni yaxşı vaxtında aldadırsa, o ölüm anında nələr vədlər verib səni Allah yolundan uzaqlaşdıra bilər. Nə qədər insanlar vardı ki, bu dünyada qürurlandı, amma ölüm anında şəhadət kəlməsini demədən dünyadan köçdü getdi və ya pis əməllərlə köçüb getdi. Düşün ki, o qəbirdə heç kimsə sənin nədir? İmdadına çatmayacaq. Heç kimsə. Heç kimsə. Əgər yaxşı əməlin yoxdursa, üzüntü üzərinə üzüntü. Bu dünyada insan sıxılanda, qəm-qüssə olanda, qəlbi daralır. Dualar, dostlarının təsəllisi ilə qəlbi rahatlanandan sonra deyir ki, Allahım sənə şükürlər olsun. Qəlb, o sıxıntı məndən getdi. Düşün, axirət sıxıntısı ən şiddətlidir. Heç kimsə təsəlli verəni yoxdur sənə. Qəm üzərinə qəm, sıxıntı üzərinə sıxıntı, əgər Allaha iman gətirən deyilsənsə, o qaranlıq qəbir və qiyamətə qədər cəhənnəm əzabı, cəhənnəm çuxuru, səsin eşidilmir, duan eşidilmir, heç kimsə imdadına çatmır və sənə mələklər belə rəhm etmir. Artıq çünki möhlət vaxtı nədir? Keçib, gedib. O gün üçün deyil, nə hazırlaşmışsan? Hansı ki, o gün üçün alimlər gündüzlərini ibadətlə keçirər, orucla, axşamlarını gecə namazları ilə ki, görəsən deyil, mən qəbirdə nə cavab verəcəm, mənim sonum nə olacaq? Bunun üçün deyir, ağlayıblar. Nə idi o? Əlbəttə ki, ilk gecəm mənim necə keçəcək? Hansı ki, ilk gecə. İlk gecə hansıdır? Bir insanın bu dünyadan ahirətə köçdüyü gecə, yəni ilk gecəsi. İlk gecəsi nə olacaq? Alimlər ən çox deyir, bunun haqqında düşünərdilər. Yəni, ilk gecəm mənim nə olacaq? Mən o ilk gecədə soru-sualdan necə çıxacam? Deyir, əvvəlül leylə. İlk gecə ki, hansı ki, alimlərin deyir, bu gecə deyir, belini qırdı deyir. Leylətun, əvvəlü leylətun fil qabr. İlk deyir, qəbirdə olan deyir, gecə. Hansı ki, necə deyir, gözəl bir söz o bizlərindən birisi deyir ki, Fərraqdı mavdi marqadi. Hansı ki deyir, o gecə ki deyir, ailəsi ilə, evladları ilə, uşaqları ilə bir yerdədir, xoşbəxtlik içərisində sevinir, sağlamlıq, gülür insan. Amma ondan sonra bir gecə vardır ki, ölüm gələndə hər kəsi tərk edəcək. Əvvəl leylətin fil qabr. Qəbrə qoyulduğu deyir, ilk gecə. Necə deyir ki, Fəraqdı mavdi marqadi yevmən. O gün ki deyir, bir yerdən başqa bir yerə köçdüm. Fəraqanis sukun. Yəni, yuxum qaçdı deyir o gecə. Evimdə əvvəl
gecə yatırdım, amma qəbirdə deyir, ilk gecə deyir, yuxum qaçdı deyir, yata bilməyəcəm. Ölüm, orada deyir, yuxu da gəlmədi deyir. Necə olacaq görəsən deyir, birinci gecə? Hansı ki, insan qəbirinə qoyulacaq tək. Nə evlad var, nə ailə var. ثُمَّ رُدُّ إِلَى اللّٰهِ مَوْلَاهُمُ الْحَقِّ Allaha qaytaran deyir, qaytaracaq insanlar. Ələ ləhul hukm, hökm sahibi odur. Və huvə əsra'ul həsibin, hesaba çəkən odur. Hansı ki, bu gecə deyir, alimləri deyir, ağladıb, salihlərin deyir, belini qırıb, hansı ki, bu barədə şairlər deyir, şeir yazıb, necə deyir, onlardan birisi, yəni, hansı ki, deyir, elə bir səfərdir ki, ailənlə vidalaşırsan və bilirsən ki, heç zaman onların yanına qayıda bilməyəcəksən. Fəlilləhi durri yevmən ətruku da'iyyən. Necə ola bilər ki, mən evladlarımı bir gecə tərk elədim? Necə ola bilər ki, valideynlərimdən icazə də ala bilmədim? Hanı mənim dostum, hanı mənim yoldaşım, hanı mənim dünyam, hanı mənim mal dövlətim? Hamısı deyir, bir gündə deyir, getdi deyir. Dəfn elədilər, hamısı məndən uzaqlaşdılar. Hamısı deyir ki, hara gedirsən, hansı ki, məni uzaq bir yerə atdılar. Bundan da uzaq bir məkan ola bilərmi? Bundan da zülmətli bir yer ola bilərmi? Bundan da bir sıxıntılı bir yer ola bilərmi? Hətta idə cəəxədəhumul mevt. Onlardan birinə ölüm gəldiyi zaman qalə rabbirci'un, deyər ki, Rəbbim məni qaytar, ləalli ə'məlu salihən fīmə tərəbt. Bəlkə zay etdiyim günlər əvəzinə yaxşı əməllər edim. Kəllə, Allah buyurur ki, heç bax, innəhə kəlimətun huvə qailuhə, ancaq dediyi sözdür o. Və min vərahim bərzəxun ilə yevm yub'athun. Onlarla axirət arasında bərzəx dünyası vardır. Heç zaman qayıda bilməyəcəksən, artıq hesab günüdür. Hansı ki, meçidlərdən uzaq düşən, hansı ki, Quran-ı Kərimdən uzaq düşən, günahlar içərisində qərq olan, Allahın haramlarını gülə-gülə yerinə yetirən, hanı tövbədə bilirsən, artıq xeyr, tövbə qapıları bağlandı. Avvələ leylətin fil qabr, qəbirdə deyil, birinci deyil, gecə. Hansı ki, bu gecəyə görə deyil, insanların çoxu ağlayıblar. Ağlayıblar alimlər, ağlayıblar, üzülüblər, amma ki, ömürlərini buna sərf ediblər. Fəidən nüfusu tağar-qarat, o ölüm anı ki, gəlib can boğaza yetişdiyi zaman, onun sıxıntını insan sinəsində hiss etdiyi zaman, o zaman yəqinliklə biləcəksən ki, bu dünya səni deyib, aldatmışdır. Avvəl leylətin fil qabr, birinci gecə, hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm uzun bir hədis-i şərifində buyurur, hansı ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrdən birisini dəfn edir. Sallallahu aleyhi və səlləm. Əlbəttə ki, sallallahu aleyhi və səlləmin dəfn etdiyi insan, dua etdiyi insan əlbəttə ki, ən xoşbəxt insandır. Amma baxın, bununla hamımız nədir? Bir gün yox, bir gün gələcək, biz hamımız bununla əlbəttə ki, qarşılaşacaq. Bəra İbn Azib radiyallahu buyurur ki, xaracnə mə'ən nəbiyyi sallallahu aleyhi və səlləm fi cənazətin rəculun minəl ansar. Ənsarlardan bir nəfəri bir gün dəfn edirdi. Fəntəhəynə iləl qabr. Qəbrə çatdıq, qəbir ələ qazınırdı. Rasulullah s.ə.v qəbrin yanında oturmuşdu. Rasulullah s.ə.v əlində bir çubuqla belə torpağı eşirdi, vururdu. Farafa rəqsahu, başını qaldırdı, dedi ki, İstəidu billahi min adabil qabr, qəbr əzabından Allaha sığının. 3 dəfə deyir Rasulullah s.ə.v bunu deyir, təkrar etdi. Fəinnəl mu'minə İzə kənə fi inqita'in minəd dünya, bir mömin bu dünya ilə vidalaşanda, ahirətə yönələndə, nəzələ iləyhi mələikətun minəs-səmə bidul vücuh, səmadan üzü nurlu ağ mələklər enər. Bu hər kəsə qismət olacaqmı? Yox. Bilmirik necə keçəcək. Hansı halla bizi Allah dərgahına götürəcək? Buna görə alimlər hər zaman bunun üçün ağlayardılar, gecə-gündüz ibadət edərlər ki, ilk nə olardı, mən ilk müjdəni yaxşı alardım. İlk müjdə nə idi? O mələkləri ki, o nur üzlü mələklərin enməsi. Yə eyyətən nəfsül mutmainnə, ey rahat, xoş nəfs, çıx Allahın rəhmətinə, diləyərək səni çağırması. Alimlərdən birisi ağlayır, deyirlər ki, səni ağladan nədir?
bilmirəm, ölüm mələyi mənə necə çağıracaq. Əgər məni çağırsa ki, ey xoş nəfs, çıx Allahın rəhmətinə, mən xoşbəxtəm. Elə deyib, bu birinci deyib, mənim üçün müjdədir. Əgər desə ki, yox, çıx ey xəbis, çirkin nəfs Allahın qəzəbinə, ruhu deyir, cəsədində deyir, neyniyir? Çıxmaq istəmir. Çırpınır, bilir ki, əzab onu gözləyir. Mələklər enər deyir, üzləri ağappaq, sanki deyir, üzləri deyir, günəşdir deyir. Əllərində deyir, cənnətdən bir kəfənlə insanın son gördüyü ən uzaq məsafədə oturarlar. Və həmçinin cənnət ətri ilə enərlər. Sonra deyir, ölüm mələyi gələr, onun deyir, başı önündə oturar. Fəyəqul və deyər, yə əyyətən nəfsül tayyibə, ey xoş nəfs, uxruci ilə məğfirəti min Allah, Allahın rəhmətinə çıx, Allahın razılığına çıx, fətəxrucu təsilu kətəsilül qatra. Bir deyil, fincandan, bardaqdan su tökülən kimi onu deyir, ruhu deyil, elə çıxar deyil. Fəidə əxədəhə, çıxandan sonra deyil, dərhal o köməkçi mələklərə verərlər. Onu kəfənləyərlər cənnət kəfəni ilə. Ondan sonra neynəyərlər? Səmaya qaldırarlar. Səmaya gedərkən, hər bir mələk toplumunun yanından keçərkən deyərlər ki, bu gözəl ruh kimindir? Ən gözəl adları ilə çağırırlar. Çünki səmada o qədər mələklər vardır ki, biz görmürük onları. Peyğəmbər s.ə.v buyurur ki, məmin mudi'in, yəni bir qarış, elə bir qarış yoxdur ki, orada mələk olmasın. Ya səcdə halında, ya da ruki halında, ya qiyam halında, Allah'a ibadət halında. Subhanallah. Allah o qədər sayısız mələklər yaradır. İbadət edirlər Allah-Teala'ya. Allah deyirlər ki, Allah'ım, şükür edirlər, səhər axşam təqdis edirlər. Çünki bilirlər Allah'ın əzəməti nədir? Allah'ın ucalığı nədir? Bizi günah edənlər Allah'ın əzəmətini, böyüklüyünü unuduruq. Mələklər isə deyir, qorxurlar. Mələklər vardır ki, deyib, Peyğəmbərimiz s.ə.v buyurur, Beytül Mə'mur meyraca gedəndə Allah dərgahında bir ev. Hər gündür 70 min mələk girir, geri qaydırırlar. Hər gündür 70 min yerisini yaradır Allah-Teala. Allah ibadət edirlər. Bəzi səcdədə, bəzi rükuda, bəzi qiyamda Allah'ı zikr edirlər, şükr edirlər. Çünki o uca Allah'ın əzəmətinin olduğunu bilirlər. Subhanallah. Amma insan nədir? Tez asi olur. Bir toplum arasından keçərkən mələklərin ən gözəl adları ilə çağırarlar bu dünyada. Sonra deyir, səmanın birinci qapısına gələr, qapısını açmağını istəyərlər. Qapısı açılar. Ondan sonra mələklər deyərlər, qapını açan, nə gözəl ruhdur bu. Ən gözəl adları ilə çağırarlar. Həmçinin birinci səma, ikinci səma, ta 7-ci səmaya qədər onun ruhunu qaldırarlar. Hamımız bunu görəcəyik. Ya 7-ci səmaya qədər qaldırılacaq, Allah bizlərə qismət eləsin, ya da birinci səmadan elə qəbirə atılacaq. Allah qorusun. Və Allah deyər, oradan bir səs gələr deyir, əlbəttə ki, uca Allah, deyər ki, deyir, Uktubu kitabə abdi fi illiyin. Cənnət əhlinin adı yazılan kitabda adını yazın. Onu sonra deyir, qaytarın. Çünki deyir, mən onu torpaqdan yaratmışam, torpaqdan dirildəcəm. Onu yenidən neyinəyələr? Mələklər qaytararlar. Və buna deyirlər, Avvəl leylətin fil qabr. Qəbirdə deyir, ilk gecə. Hələ bundan əvvəldə müjdələr var. O mələyin onu gözəl adlarla çağırması. Subhanallah. Biz bilmirik necə çağırılacaq. Avvəl leylətin fil qabr. Dostları, oğul məqrabası onu qoyub gedəndən sonra ayaq səsləri deyir, həttə yəsməə qar'əni əlihim. Artıq tərk edib gedəndə onların ayaq səslərini işləyəcək. O anda ruhu qaytarıldı bədəninə, ayaq səslərini işləyir. Bilir ki, dəfn olundu. Və gözünə sıcaq başqa bir dünyadır. Əlir adamın nə deyir? İnsanlar deyir, bu dünyada qəflətdədir. Bir gün gözünü açanda deyir, oyanacaqlar, amma oyanmaq gec olacaq. Gözlərin açını görəcəklər ki, başqa dünyadadılar. Subhanallah. Hamımız onu yaşayacaq. Qaçış yoxdur, qardaşlar. Bu dünyaya gələn insan, qaçış yoxdur, üçüncü biri yoxdur gedəsən. O qəbrə getməlisən. 2 dənə mələk otuzduracaq, otur.
Başını qaldıranda elə zənn edəcək ki, günəşin batdığı vaxtdır. Elə görsənəcək onun üçün. Deyəcək ki, icazə verin 2 rükət namaz qılın. Subhanallah. Mömin orada bilinəcək. Bu dünyada namaz qılanlardandır, namazı sevənlərdəndir. Namazın xeyrini, qədrini orada verecək, icazə verecək, qılarsan. Sən hələ cavab ver. Yəni burada ibadət yeri deyil, soru-sual yeridir. Hesab ver. Subhanallah. Rəbbin nədir? Əlbəttə ki, Rəbbim Allahdır. Mömin deyəcək, Rəbbim Allahdır. İnnəl-ləzīnə qalu Rabbunallah. O kəslər ki, dedilər ki, Rəbbimiz Allahdır. Thumməstəqamu. Sonra doğru yolda oldular. Tətənəzzəl aleyhimul mələikə. Onlara deyil, mələklər inər. Əllə təxafu və lə təhzənu. Qorxmayın, üzülməyin. Və əbşiru bil cənnəti ləti kuntum tuvədun. Sizə vəd olunan cənnətdən müjdəlirik. İbn Abbas deyir ki, radiyallahu anhu, İnsan Allah təala mömin bəndəsini çox sevir. Allah təala deyir ki, ölüm mələyinə deyəndə ki, mömin qulumun canını al, deyir ki, mən buyurdum, mömin qulumun canını almağa, o isə deyir, tərəddüd etmədən Rəbbinə həmd edir. Subhanallah. Çünki o anda sabit oldu. Deyir ki, mələklər inər. Birinci hansı halda insan o dünyadan köçərkən müjdəliyər mümini. Qorxma, üzülmə. Nədən qorxma? Nədən üzülmə? Bir insan dünyadan köçərkən nəyi fikirləşir? Evladları nə olacaq? Ata nə qədər yaşlı olsa da ana evladını fikirləşir, ailəsini fikirləşir. O anda da ölüm mələyini müjdəliyir. Allah təala zəmanət verir, sənin ailəni qoruyacaq. Mömin ona görə sevilə-sevilə, gülə-gülə qarşılayır ölüm mələklərini. Çünki o anda nədir? Allah təaladan zəmanət alır. Ki, Allah təala üzərinə götürdü. Sənin evladlarını qorumasını, ruzu verməsini, sən qorxma. Tərəddüd etmə. Bu nədir? Birinci müjdədir. Ondan sonra əlbəttə ki, qəbirdən diriləndə. Rəbbin kimdir? Rəbbim Allahdır. O insan haqqında nə bilirsən? Peyğəmbərimiz s.ə.v. Allahın Rəsuludur. Dinin İslam. Hardan Allahın kitabını oxudum, təsdiq etdim. Allah deyir ki, sadəqə abdi, qulum düzdür. Əfrişuhu minəl cənnət. Ona deyir, cənnətdən deyir, bir köşk açar. Elə bilirsin ki, mömin üçün qaranlıq olacaq, yox, mömin üçün nur olacaq. Məddəl basar. Hətta insanın son gördüyü məsafəyə qədər qəbri deyir, genişlənəcək. Subhanallah. Əlbəttə ki, mömin üçündür bu. Hər kəs üçün deyil. Göstərin ona cənnətini. Bax, budur sənin düşəcəyin yer. Ey Rəbbim, qiyaməti qopar. Tələsir. İnsan tələskən. Qiyaməti qopar. Götürmək istəyir cənnətə. Subhanallah. Yəni, hamımız bunu yaşayacaq. İnşallah Allah bizlərə qismət eləsin. O yaxşısını yaşamaq qismət eləsin bizlərə. Amma o qəbirdəki bir sıxıntı vardır ki, bir anlıq, onu hər kəs görəcək, qəbir sıxıntısı. Dammatul qabr. Heç kimsə ondan xilas ola bilməyəcək. Bir anlıq hər kəs onu görəcək. Allahın hikmətidir bu. Hətta ondan heç kimsə xilas olmayıb. Peyğəmbərlərdən başqa. Dammatul qabr. Qəbrin sıxılması. Darlığı. Mömin üçün bir anlıqdır. Amma kafir üçün daimidir o sıxıntısı. Bu dünya ilə o sıxıntı bir anlıq qutarmır. Bəzilərinə o qəbr əzabı ahirətə qədərdir, davam edir. Əgər deyib, dünyadan köçən deyib, kafirdirsə, Allah'ı tanımayıb, ömrünü zinada keçirib, pis əməllərdə keçirib, günahlarda keçirib, asi olmaqda keçirib, qara üzlüdür, mələklər enər. Qara üzlü, subhanallah. Elə bu birinci soru-sualdan insan keçə bilmir. Son gözün gördüyü hər uzaqlığında oturarlar. Sonra ölüm mələyi gələr, başının üzərində oturar, deyər ki, ey xəbis nəfs, çıx Allahın qəzəbinə. O zaman deyir, bədəni çırpmaya başlayar. Sanki deyir, yunu deyir, bir məftidə deyir, doluyublar deyir, ondan bir insan çəkib çıxartdığı kimi elə əzabla çəkib çıxardır o ruhunu. Subhanallah. Və gətirdikləri də kəfən nədir? Əlbəttə ki, cəhənnəmdən bir kəfən. Pis bir parça. İnsanı əziyyət verən bir parça. Qoyarlar onu kəfənə, ən qoxularla. Mələklər qaldırarlar səmaya, orada nə mələklə qarşılaşsa, deyərlər ki, bu
pis ruh, bu pis nəfis, bu xəbis nəfis kimdir? Deyərlər ki, filan kəsdir, filan kəsdir. Birinci səmadan o tərəfə qapı açılmaz, birinci səmadan qapı açılmır. Və sonra deyər ki, deyir, Uca Allah Teala və mələklər onu ən çirkin adları ilə çağırırlar. Nədir? Zinakar. Zina nə ölüb, tövbə eləməyib. İçki içən, bu dünyada etdiyi bütün murdar əməllərlə çağırırlar. Hansı içki içən, zinakar, qeybətçil, əxlaqsız, söyüş söyən, tərbiyəsiz, nə çirkin sifətlər sahibi olursa, hamısı ilə çağırırlar. Və deyir, Uca Allahdan bir səs gələr, onun adını yazın, deyir, cəhənnəm əhlinin dəftərində. Və sonra deyir, onu deyir, atın oradan qəbrinə, onu da indirmək yoxdur, atın onu qəbrinə, subhanallah. Və sonra deyir, Peyğəmbər səsən bu ayını oxudur, Lə tufəttəhu ləhum əvvəbus səmə, onlara səmanın qapıları açılmaz. Və lə yədxulunəl cənnətə həttə yəricəl cəməlu fi səmmil xiyat. Dəvə iynənin deşiyindən keçməyincə onlar bir cənnətə bir daxil olmazlar. Siccin, yəni cəhənnəm, yəni yerin dibi. Cəhənnəm yerin dibindədir, cənnət isə səmadadır, subhanallah. Ona görə göylər və yerlərə qədər genişliyi olan cənnət. Və mələklər otururarlar, deyərlər ki, nə bilirsən dinin barəsində, heç nə, Peyğəmbər haqqında heç nə, bu dünyada Peyğəmbəri tanıyıb ki, o vaxtda Peyğəmbəri tanısın, heç nə, Allah-Ta'dan səs gələr, kəzəbə, yalan danışdı, subhanallah, kəzzəb sifətini aldı, dinini bilmir, uzaq düşdü, öyrənmədi, kəzzəbdir o, yalancıdır o, ona deyib, cəhənnəmdən bir yer açır. O cəhənnəmin pis qoxusu gəlir. Yudəyyiqu aleyhi qabrahu. Onun qəbri daralar, hətta deyir, sümükləri bir-birinə keçər. Qabrıqaları bir-birinə keçər. Və onun yanına deyir, çox çirkin sifətdə birisi gələr. Sifəti çirkin, paltarı çirkin. Deyər ki, bugün sənin əlbəttə ki, pis günündür. Bugün üçün sənə vəd olunmuşdur. Deyər ki, ey pis üzlü, pis paltarlı, sən kimsən? Deyər ki, mən sənin çirkin əməlinəm. Deyəcək ki, ya Rab, lə tuqduna səhə, qiyaməti qoparma, qiyaməti görmək istəmir. Cəhənnəmə düşmək istəmir. Hansı ki, qəbirdə nədir? Müxtəlif elə nə qədər pis əzablar var. Ona görə də bir insan bunun üçün ömrünün axırına qədər çalışmalıdır. Gecə namazları, dualar ki, ilk gecə qəbrimdə nə olacaq mənim halım? Mən kimlərdən olacam? Yəni, nə qədər də yaşasaq, insan yaşasın, amma sonunda bu dünyanı tərk etməlidir. Əl-qabru ravdatun min riyadil cənnə. Qəbir ya cənnət bağçasıdır və yaxud da ki, hufratun min hufarin nar. Cəhənnəm çuxurudur. Osman radiyallahu anhu cənazəni görəndə deyir, ağlayardı. Bəzən deyir, huşu itirib yıxılardı. Bəzən onu deyir, huşu itirib yıxıldı, evinə apardılar. Qalu mələk, deyirlər ki, nə olub sənə? Deyir ki, deyir, Osman radiyallahu anh, Peyğəmbərimiz belə deyir, Əl-qabru avvalu mənəzil-əl-əxirə, qəbir axirətin ilk mənzilidir. Fə-idə nəcəl abdu fihi əfrəhə və səidə. Əgər oradan, o sorğu-sualdan keçərsə, o insan xilas olmuşdur. Əgər o sorğu-sualdan keçməzsə, deyir, axirət əzabı deyir, dəhşət deyir, şiddətidir. Ona görə də nədir? Onun üçün deyir, hazırlaşmalıdır. Gözəl bir söz, ətəyt təlqubura, qəbirlərə gəldim, deyir, fənədəytuhə, çağırdım qəbirlərin yanında, əynəl muazzəm, vəl-muhtəqar, hay, ey zənginlər, ey təkəbbürlülər, ey günahkarlar, ey bu dünyaya aldananlar, amma heç kimsə deyir, cavab vermədi, deyir, qayıtdım geri deyir. Çünki heç kimsə də nədir? Sənə cavab verməyəcək. Ona görə heç görmürsünüz, varlığının, kasıbın qəbri ayrı olsun, xeyr. Hamısının qəbri deyir, eynidir. Gözəl söz var, deyir ki, وَلَدَتْكَ أُمُّكَ بَاكِيًا مُسْتَسِخًا. Anan səni dünyaya gətirəndə deyir, ağlayaraq deyir, dünyaya gəldin. وَالنَّاسَ حَوْلَكَ يَدْحَكُونَ سُرُورًا. Ətrafında insanlar isə o gün gülürdü. Və əyər oradan o sorğu-sualdan keçərsə, o insan xilas olmuşdur. Və əyər oradan o sorğu-sualdan keçməzsə, deyir, axirət əzabı deyir, dəhşət deyir, şiddətidir. Ona görə də nədir? Onun üçün deyir, hazırlaşmalıdır.
فَاَعْمَا لِنَفْسِكَ اَنْ تَكُونَ اِذَا بَكُوا fi yevmi mumdika dahikan mesruran. O gün ki insanlar sənin ətrafında ağlayanda sən de sevinənlərdən olasan. Çox gözəl bir sözdür. Amma insanları çox görsən, qəbrə gəlirlər, hələ də nədir? Bundan ala bilmirlər. Yəni, necə deyərlər, ibrət ala bilmirlər. Baxın, subhanallah, Allah təala bizlərə gözəl sonuç qismət eləsin. Salihlərdən birisi, şeyxlərdən birisi bir gün həyat yoldaşı, hər gün ibadətlə keçirən birisi, ömrünü ibadətlə keçirən birisi, həyat yoldaşı özü də bir gün deyir ki, bəlkə ümrəyə gedək həyat yoldaşına. Həyat yoldaşı istəyir ümrəyə getmək. Deyir, bəlkə gedək. Evladları ilə vidalaşır, hamısını öpür, qucaqlayır, vəsiyyət yazır, sanki deyir, qəlbinə danmışdır ki, bəlkə deyir, bundan sonra onlarla görüşməyəcək və görüşən qədər də, görüşəndə də deyir, ağlayırdı deyir, subhanallah. Həyat yoldaşından çıxır, Məkkəyə yaxınlaşanda miniyin, avtomobilin təkəri neyniyir? Partlayır, maşın çevrilir, maşından çıxanda görür ki, həyat yoldaşı nədir? Artıq can verir. Va'adallah, la yuxlifullah va'adahu. Bu deyir, Allahın vədidir, Allah vədinə xilaf çıxmaz. وَلَكِنْ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. İnsanları çoxu bilməzlər. Yəni, ölüm bir anlıqda gəlir. Gelir görünə həyat yoldaşı qapıdan çıxıb deyir ki, baxın son anda həyat yoldaşı görün nə deyir ərinə? Əri də alimlərdən birisi. Afallahu ank. Allah səni əfv eləsin. Əlliqa fil cənnə. Cənnətdə görüşəcək. Evdəkilərə məndən salam dinə. Əşhədən lə iləh illallah, əşhədən lə Muhammed Rasulullah. Subhanallah. Gözəl ölüm. Bu dünyadan köçərkən. Yəni, baxın, ona görə də nədir? Həmən qayıdır ailəsinin yanına, evinə girir, uşaqlarını öpür, qucaqlayır, balaca qızı nə eləyir? Deyir, anam hanı? Deyir ki, deyir, inşallah gələcək. Deyir, yox, anam hanı? Deyir ki, toplanın ətrafıma. İnşallah, deyir, genişliyi yerlər və göylər olan cənnətdə deyir, görüşəcək, deyir. وَسَارِعْ إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْعَرْضُ اُعِدَّتْ لِلْمُتَّقِينَ. Genişliyi göylər və yerlər qədər olan deyir, cənnət üçün çalışın deyir. Müttəqilər üçün deyir, hazırlanıb. فَعْمَلْ لِدَارٍ غَدًا رِدْوَانُ خَازِنُهَا. Sabah deyir, o ev üçün çalış ki deyir, o evin deyir, xidmətçisi kimdir? Cənnətin Ridvan. Əl-cəru Əhmədu və-rəhmənu bənihə. Qonşun deyir, Əhməd, Peyğəmbər olsun. Və-rəhmənu bənihə. O cənnəti deyir, bina edən kimdir? Rəhman olan uca Allah. Qusuruhə zəhəbun vəl-misku qeybətihə. Sarayları qızıldan, torpağı deyir, miskləndir. Subhanallah. Ona görə də yaşı çox olan, balaca, az, ölüm bir anlıq gəlir. Ona görə sən bu ölüm üçün biz nə hazırlamışıq? Əlbəttə ki, hər bir insan öz əməlinə baxmalıdır ki, axirət üçün nəyi hazırlayıb? Ölüm bir an gələcək. Heç kimsəyə deməyəcək ki, mən səni gözləyirəm, imkan verirəm, tövbə edəsən, imkan verirəm, evladlarınla vidalaşasan. Xeyr, bir anlıq gələcək, o hansı əməl üzərindəsənsə, səni aparacaq. Və düşün ki, bir insan, əgər bugün ölüm gəlsə, sən Allahla qarşılaşmağa hazırsanmı? Bununla hər zaman bu sözü göz önündə olsun ki, bugün birdən ölümüm gəlsə, mən rəhman olan uca Allahla hazırlaşmağa hazıram, yoxsa yox. Subhanallah. Yəni, bunun üçün mən bugün nə etmişəm? Hansı əməllər sahibiyəm? Ölüm belə bir şeydir ki, o dünyadan ən sevimli Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə aparıb. Peyğəmbərimiz sallallahu hansı ki, ömrünün sonuna qədər bizlər üçün, bizlərin haqq yoluna gəlməsi üçün əziyyətlər çəkdi. Peyğəmbərimiz sallallahu vida həccindən sonra ayə enəndə Əl-yevmə əkməltu ləkum dinəkum, bugün sizin dininiz tamamladın. Ayə enəndə Əbu Bəkir radiyallahu ağlayır. Çoxları başa düşmür. Əbu Bəkir radiyallahu başa düşür ki, ölümü yaxınlaşır Peyğəmbərimiz sallallahu Peyğəmbərimiz sallallahu bir gün Uhud qəbirstanlığını ziyarət edir
rivayətdə gəlir. Rivayətdən sonra, ziyarətdən sonra deyir ki, qardaşlarım, deyirlər ki, Allah Rasulü, biz sənin qardaşların deyilik. Deyir, siz mənim sahabilərimsiz. Qardaşlarım o kəslər ki, məni görməyəcəklər, mənə iman gətirəcəklər, subhanallah. Və deyir ki, onlardan bir Səhih Müslimdə gəlir. Məni görmək üçün, məni görmək arzusunda və məni görmək üçün nəyini verməzdi? Evladını, hər şeyi fəda edərdi məni görmək üçün. Amma Peyğəmbərimiz görmək haradadır? Əlbəttə ki, cənnətdə, bu dünyada deyil. Hər şeyini fəda edərdi. Onlar mənim qardaşlarımdır. Rasulullah s.ə.v vəziyyəti ağırlaşanda sahabələr qorxurlar. Ağlayan hansı, üzlən hansı, meçdə yığılıb hər kəs. Rasulullah s.ə.v itirmək. Biz bu dünyadakən bir dostumuzu itirəndə üzülürük. Rasulullahı itirmək necə sahabələr ağır gəlməsin ki, Rasulullahla böyüyüblər, Rasulullahla yeyiblər, içiblər, acı günlər Rasulullahın yanında olublar. Rasulullah s.ə.v dua edib onlara. Bir sıxıntı olanda qaçıblar Rasulullahın yanına. Dost olub, qardaş olub, ata olub. Subhanallah. Hətta deyir ki, sahabə Peyğəmbərimiz s.ə.v yanında olur. Evə gedir, darıxır Peyğəmbər üçün. Qayıdıb gəlir Peyğəmbər. Ey Allah Rəsulü, sənin yanında olanda deyir, səni görürəm deyir, sevinirəm. Evə gedirəm, sıxılıram. Səni sıxan nədir? Sənin deyir, cənnətdə deyir, məqamın yüksək. Mən səni orada görüb, sənin də məqamda ola bilmərəm. O məni üzür, subhanallah. Allah təala nə deyir? Ayə indirir. Yəni, dostlar ayəsi bir yerdə olacaq. Peyğəmbər deyir ki, İnsan sevdiyi dostu ilə bir yerdə olacaq. O gün Mədinədədir, sahabələri o qədər sevindirən başqa bir şey olmamış. Peyğəmbərimizin dilindən o sözü işləndən sonra. Subhanallah. Əl-mər'u mə'mən əhəbbə. İnsan sevdiyi ilə bir yerdə olacaq. Aha, Peyğəmbərlə bir yerdə olmaq, sevgisi. Sevindilər, ağladılar, subhanallah. O sözü işləndə Peyğəmbərimiz s.ə.v. Yəni, düşünün, Peyğəmbərimiz s.ə.v. Ölüm anı yetişir, bəzisi də evində oturub ağlayır. Bəzisi yığışırlar meçidə, Peyğəmbərimiz s.ə.v. artıq son günlərində salavatullah və selamu aleyh deyir ki, hansı günümdür Ayşə anamızın evində olmaq istəyib. Ayşə anamızı çox sevərdi. Deyirlər ki, filan günü, o günü deyib Peyğəmbərimiz s.ə.v. artıq ayağı qalxa bilmədi, daşıyıb gətirirlər Peyğəmbərimiz s.ə.v. Ayşə anamızın evinə. Peyğəmbərimiz s.ə.v. Əbu Bəkr deyir ki, imamdır. Meçiddə hər kəs qorxu içərisində Peyğəmbərimiz s.ə.v. pərdəni çəkir, namazda görəndə sevinir. O zaman da üzünü gördü ki, sanki de üzü de nur idi deyir. Dedilər, Peyğəmbərimiz düzəlib. Bəzi getdi evinə. Hətta Həzrət Əbu Bəkr radiyallahu anh gedir Sənəh, Mədinənin uzaq bir yerində, sonunda ailəsinin yanına, həyat yoldaşı vardı. Rasulullah s.ə.v. üzü nur kimi parlayır. Sevindilər. Peyğəmbərimiz düzəlib. Birisi evinə getdi. Birisi işinin arxasınca Peyğəmbərimiz s.ə.v. halı pisləşir. Deyir ki, üzərimə su tökün. Subhanallah. İnnə lil-mauti səkarat. Ölümün bir can çəkişmə anı var, sıxıntı anı var. 7 qeybə su tökürlər üstünə. Subhanallah. Əziyyət çəkir. Ayşə anamızın qucağında başını qoyub, deyir, tər axır bədənindən. Hətta de, əlini götürürdüm, öz əli ilə silirdim, deyir. İstədim ki, o mübarək əli onun tərinə toxunsun. Rasulullah s.ə.v. ölüm anında innə lil-mauti səkarat. Usəmə Zeyd girir. Peyğəmbərimiz sevdiyi. Oturur. Deyə Allah Rasul mənə dua elə. Subhanallah. Peyğəmbər baxır, əlini qaldırmaq istəyir, qaldıra bilmir. Dua elə, işarə ilə ki, elədim deyə. Subhanallah. Sonra Ayşə radiyallahu anh'ın qardaşı gəlir, Abdurrahman. Girir, Ayşə anamızda gördüm ki, əlində misvak var. Peyğəmbər misvakı çox sevərdi. Başı ilə baxdı ki, misvak istəyirəm. Abdurrahmanla aldım misvakın arxasını təmizlədim. Dilimlə deyir, yumşaltdım, verdim. Deyir, ağzını misvakladım, deyir, subhanallah. Hətta Allah ölməmişdən əvvəl, dünyada köçməmişdən əvvəl misvaklanır. Nə qədər o qədər neyildi, misvakı çox sevilir. Fatimə anamız gəlir, Peyğəmbər s.ə.v-in qızı. Yəni, düşünün, Rasulullah s.ə.v-in ən çox sevdiyi qızlarından birisi. Seyyidət əhl-i cənnət, cənnət əhlin seyidi. Peyğəmbər s.ə.v bu halda görəndə nə eləyir? Üzülür, ağlayır. Deyir, üzülmə, gəl yaxına.
Deyir ki, mən deyir, artıq köçməyə hazırlaşıram dünyadan, üzülür. Deyir, yaxınlaş sənə bir söz deyəcəm. Qulağına bir söz deyir, gülür. Vəfatından soruşurlar ki, sənə nə dedi o zaman sevindin, gülümsədin? Deyir ki, mənə ilk qovuşan sən olacaqsan. 6 ay sonra dünyasını dəyişir. Sevinir ki, ilk kimə qovuşacaq? Peyğəmbərimiz s.ə.v. Yəni, düşün, ona görə Peyğəmbərimiz s.ə.v. nə deyirdi? İnnə lil-mevti səkarat. Ölümün deyir, can çəkişmə anı var. Səmaya baxır, deyir ki, Rafiqəl ə'lə, uca dostum. Ayşə anamız o zaman bildi ki, deyir, ona seçim verildi. Hər Peyğəmbər ölməmişdən əvvəl ona seçim verirlər. Dünyada qalmaq istəyirsən, yoxsa uca dostun yanına. Deyəndə ki, uca dostun yanına bildi ki, deyir, ölümü yetişir. Hətta başqa rivayətdə gəlir ki, Cəbrail əleyhissalam gəlir. Deyir ki, ey Məhəmməd, ölüm mələyi gözləyir, icazə verirsən, girsin, subhanallah. Və nə deyir? İnnə lil-mevti səkarat. Ölümün deyir, sıxıntısı var. Fatimə anamız bu halda görəndə deyir ki, və qurbə, yəni atam, ey atacam, sıxıntı, kədər içindəsən, bu gündən sonra da sənin atan nə sıxıntı var, nə kədər var. Hamısı deyir, yerdə qalacaq. Yəni, bugün mən nə edirəm? Allah dərgahına köçürəm. Yəni, düşünün, Rasulullah s.ə.v. Amma son sözü nə idi? Əs-salatu, əs-salat, namaz, 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 namaz. Yəni, mənimlə görüşmək istəyənlər, o kəslər ki, məni görməyəcəklər, iman gətirəcəklər, mənim qardaşlarımdır, ənə faratukum aləl-havd, sizdən öncə deyir, mən hovuzun başında olacam və sizləri deyir, hovuzun başında neyinəcəm? Gözləyəcəm. Subhanallah. Və ölüm xəbəri Peyğəmbərimiz s.ə.v. Ayşə anamız deyir ki, və son dəfə gözünü qaldırdı, Rafiqəl ə'lə dedi, deyir, uca dost, Allah dərgahı və gördüm, deyir, başı düşdü, deyir, sinəmdə idi başı, deyir. Eşiləndə meçiddə ağlayanlar hansı, subhanallah. Dözə bilmirlər, Rəsulullah ölüb. Yəni, necə ola bilər, Rəsulullah bizi tərk eləsin. Hər gün bir yerdə olurlar. Bəzi sahabilər evindən çıxmır, ağlayır. Ömər ibn Xattab qılıncı çıxardır, deyir, kiminsə ki, Rəsulullah ölüb, onun boynunu vurar. Əbubəkir radiyallahu gəl nə eləyir? Onları sakitləşdirir. Deyir, kim Məhəmmədə ibadət edirsə, Məhəmməd ölmüşdür. Amma kim Allah ibadət edirsə, Həyyul Qayyum odur. Peyğəmbər sən üzünü açır, alnından öpür. Nə xoş bir insan. Peyğəmbər sən qəbrə qoyarkən Fatimə anamızın bir dənə gözəl sözü var. Deyir ki, subhanallah. Deyir ki, onun üzərinə torpağı necə ata biləcəksiniz? Ona görə ləhd qazıyırlar. Ləhd nədir? Torpaq üstünə düşməsində, qəbrin içində qəbir qazıyırlar, ora qoyurlar, sonra torpaq boş yer atırlar. Deyir, necə əlləriniz qıyacaq ki, deyir, onun üzərinə deyir, torpaq atasınız. Kimi? Rasulullah s.ə.v. Yəni, bu dünya ən sevimli insana qalmayıb, Rasulullah s.ə.v. Düşünə bilirsiniz, sahabələr günlərlə evindən çıxmazlar, bəziləri ağlayardılar, deyir, subhanallah. Və bir də Bilal radiyallahu anh, Peyğəmbərimiz s.ə.v-in müəzzini. Peyğəmbərimiz vəfatından sonra Ömər ibn Xattabın dövrlərində tərk edib gedir, Şama gedir. Peyğəmbərimiz həsrətinlə yaşayanlardan birisidir, subhanallah. Onunla yada düşürdü Peyğəmbərimiz. Neydi? Ey Bilal, əzan ver. Qalxardı, əzan verərdi. Sonra bir gün Şamdan qayıdır, xilafətin vaxtında, məsciddə oturarkən İmam Həsənlə Hüseyin gəldi ki, ey Abu Hüreyrə, əzan ver. Deyir, yox, mən Rasullahdan sonra əzan vermək istəmirəm. Deyir, ver. Qalxır, əzan verir. Düşünün, Bilal əzan verir. Bir anlıq yaxında eşidənlər şokda. Qaça-qaça gəlirlər məscidə, elə bilə Rasulullah oradadır. Subhanallah. Bilal'ın əzəlindən tanıyırlar Rasulullahı. Bəzi qaça-qaça gəlir, hönkürtünü alır, kimi yada sallar? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Əlbəttə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün sevinir. Deyirlər ki, ey Allah Rasulü, sənin üzün gözəl, nurlu, pak üzün, bugün səni çox sevincək gördük. Nədir? Həmişə deyir, ümmətim, Allah təala Cəbrail əleyhissalamı göndərir. Deyir, sənin ümmətin barədə səni razı salacam. Allah təala vəd edir. Sevinir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Ey Allah Rasulü, nədir o müjdə? Deyir, Allah təala buyurdu ki, deyir, ey Məhəmməd, ümmətindən kim sənə bir dəfə salavat desə, onu 10 dəfə xeyirdə edərəm. Və ən çox salavat edənlər sənə axirətdə yaxın olanlar olacaq. Sevinir Allah təalanın müjdəsinə. Yəni kimi düşünür? Ümmətini. Subhanallah. Düşünün necə Peyğəmbərimiz olub. Amma insanlar var dünyadan köçür o Peyğəmbər s.ə.v tanımırlar. Düşünün, ac qalıb
günlərlə evində yemək olmayıb. Hər şeyə səbr edib. Bizim hər şeyimiz var, amma biz nədir səbr etmirik. Evə gəlir, ey Ayşə, nə var yeməkdə? Heç nə yoxdur, deyir, mən olacaq. Bir gün evindən çıxıb, bizim zamanımızda arıqlamaq üçün insanlar belinəsə bağlayır. Peyğəmbər salsam yıxılmamaq üçün belinə daş bağlayır. Çıxır evindən, görür Həzrət Əbubəkir çıxır. Ey Əbubəkir, sənə də aclıq çıxartdı, deyir, mənə də aclıq çıxartdı. Ömər Xattab çıxır, deyir, sənə də çıxartdı, aclıq, hə, gəl. Gedilər sahabənin evinə, rivayətdə Əbu Əyyub Ənsarın evinə. Xurma gətirdiyi başqa bir şey var. Yəni, xurma yeməkdən mədəmiz yanır. Ayşə anamıza deyəndə ki, ey Allahım, ey Peyğəmbərimizin yoldaşı, sizin evinizdə nə yemək olur? Deyir, elə ay keçər də deyir, 2-3 ay, ancaq əsvədən, su ilə xurma olurdu. Qazan pişməzdi, deyir. Yəni, ocaq qaynamazdı, deyir. Peyğəmbərimiz salsın bir balaca quzu kəsir, düşünün, yəni, nələrə dözür. Peyğəmbərimiz yeməyi yeməmişdən əvvəl çörəyi götürür, içinə bir tiki ət qoyur, deyir, bunu Fatiməyə göndərindi, 3 gündür mədəsindən içəri bir şey keçməyib. Rasulullahın qızı 3 gün acdı, onu dözür. Bizdən birimiz uşağımıza bir şey almayanda ağlayırıq ki, mən evladıma falan şey ala bilmədim. 3 gün qızı acdı, gör nəyə dözür Rasulullah s.ə.v. Nələrə əziyyətlərə düşər olub dözür. Bizim hər şeyimiz var, yenə də nədir? Heç nə ilə razı düşmürük. Peyğəmbərimiz s.ə.v. Allah təala bizləri onun mübarək əllərindən, hovuzundan suyu içənlərdə etsin. Ona görə də, qardaşlar, gözəl ölüm, yəni bu dünyadan ibadətlə köçmək, onun üçün insan əlbəttə ki, çalışmalıdır. Nə ilə çalışmalıdır? Yaxşı əməllərlə, çoxlu dualar etməklə, Allah Taalaya çoxlu yalvarmaqla bununla nail ola bilər. Ki, bu dünyadan köçərkən, əgər sən yaxşı köçsən, müjdə ilə köçsən, əlbəttə ki, Peyğəmbərimiz s.ə.v-lə bərabər olanlardan olmağı nəsib eyləsin. Baxın, gözəl sonuc, bir neçəsini qeyd edeyim, Uca Allah Teala bu görüşümüzü xeyirli, faydalı eyləsin. Uca Allah Teala bizləri Peyğəmbərimiz s.ə.v-lə o mübarək insanla bir yerdə cənnətdə olmağı nəsib eyləsin. Onun mübarək əllərindən o gözəl Kövsər hovuzunun suyundan içməyi nəsib eyləsin. Bugünkü biz nəfəsimiz varsa, dünyadayıqsa, biz buna nail ola bilərik. Əlbəttə ki, Allah Teala'ya dualarla, səmimi qəlbdən dualarla, ona görə buyuruyor Peyğəmbər s.ə.v İzə səəltumullaha fəsəlül firdavsil ə'lə Allah Teala'dan istəyəndə Firdavs cənnətini istəyin. Çünki o cənnətin deyib ən yüksəyidir. Ona görə baxın, Kəllə idə bələqəti təraqi və qilə mən raq can boğaza yetişdiyi zaman, ayağın bir-birinə dolaşacağı zaman, hansı ki o deyir ayrılıq günü hamımız üçün gələcək. Dostlarımızdan, qardaşlarımızdan, evladlarımızdan ayrılacaq bir gün. Baxın, gənclərdən birisi deyir ki, bir gün yoldan gedirdi, gördü ki bir maşın qəzaya uğrayıb, düşdü, gördü ki bir gənc ölüm anındadır. Tez deyir, təcili yardım çağırdıq, onu qoyduq təcili yardıma, üzərindən paltarı deyir, qan içərisində deyir, qulağımızı yaxınlaşdırdıq, gördük ki, deyir, Quran oxuyur ölüm anında. Dedi ki, subhanallah, bu halda insan Quran mı oxuyar? Bu halda. O halda deyir, Quran oxuyur. Apardı xəstəxanaya, şəhadət kəlməsini gətirdi, dünyasını dəyişdi, deyir. Soruşduq onun qovum əqrəbasından ki, bunun nə əməli var idi? Deyir ki, deyir, hər həftə deyir, kənddə yaşayan deyir, nənəsini ziyarət edərdi. Nənəsinin yanına gedərkən uşaqlara, yetimlərə imkanın dairəsində bir şeylər alardı, aparat onlara paylayardı. Yol gedərkən də hər zaman Quran dinləyərdi, deyir. Deyərdi ki, Quran dinləməklə uzun yolu keçirirəm. Bu əməlinə görə deyir, Allah nə elədi? Ona deyir, gözəl sonuç qismət elədi. Subhanallah. Yəni, Allahın rəhməti genişdir. Əgər sən səmimi qəlbdən istəsən və səmimi qəlbdən ibadətlərə sarılsan, dualara sarılsan, Allah Teala sənə gözəl sonucu qismətdir. Çünki o rəhmandır, rəhimdir, azimdir. وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ Müsəlman o dünyadan köçün. İbn Kəsir buyurur ki, rəhməllah, Allah Teala'nın üzərinə götürdüyü bir gözəl adəti vardır ki, əgər bir insan yaxşı əmələ yapışarsa o ibadətə, Allah Teala onu o əməllə götürəcək. Birisi məscidi sevir, birisi oruç tutmağı sevir, birisi sədəqəni sevir. Hansı əməl Allah açıbsa, bərk yapış ondan. Bil ki, Allah Teala səni o əməllə öz dərgahına götürəcək. Çünki rəhmandır, rəhimdir. Allah Teala bilir ki, biz nədir? Qüsurlarımız çoxdur.
Baxın, ölüm anında birisinə deyirlər ki, qul la ilahe illallah, la Allah kəlməsinə dinə. Deyir ki, mənə siqaret verin. Dedi ki, la ilahe illallah dinə. Deyir ki, mənə siqaret verin. Subhanallah. Və elə də deyir, soldu nə olmadı? Dedi ki, la Allah dinə. Dedi ki, deyir, ənə bəriun minhə a'tuni duxana. Mən deyir, la Allah kəlməsindən uzağam. Mənə deyir, siqaret verin. Ömrünü siqaretlə keçirib. Subhanallah. Onlardan bəziləri deyir, Allahın yolundan uzaqlaşmışdı. Ölüm anında deyir. Dedilər ki, la ilahe illallah dinə. Dedi, fəyətəkəlləm bi kulli kəlmətin və la yəquluhə. Hər şey danışır deyir, bir dənə o sözü deyə bilmirdi. Dedi ki, deyir, mənə Quran verin. Sevildilər yanındakılar ki, deməli, Quran oxumaq istəyir. Deyir, Quran-ı Kərimi götürdü əlinə. Dedi ki, mən bu Quranın sahibinə küfr etmişəm. Elə də öldü deyir, subhanallah. La ilahe illallah. Ona görə də nədir? Pis sonuç. Baxın, deyir, salələrdən birisi bir gün bazarda gəzirdim. Gördük ki, bir gənc idi, qızlara sataşır. İstədim, yaxınlaşmama nəsiyyət edib, məni görəndə qaçdı. Elə bildi ki, deyir, ərəb ölkəndə olmuş, elə bildi ki, bir polisəm. Yaxınlaşdım, yox. Mən sənə nəsiyyət eləmək istəyirəm. Sən bu pis əməl üzərində ölsən, nə olacaq? Allahdan qorxmursan mı? Nəsiyyət elədim, gördüm, gözündən yaş gəldi, deyir. Dedi ki, deyir, ver nömrəni mənə. Dedi, mən tövbə etmək istəyirəm. Sonra telefonla danışdı, dedi, mən tövbə edəcəm. Üstündən 2 həftə keçdi. Baxın, Allah Rəhman elə bir uca Allahdır ki, insandan az bir şeyi götürür, əvəzində çox verir. Deyir, 2 həftədən sonra bir gün zəng elədim ona. Dedim ki, deyir, günorta namazında görüşək. Dedi, çox yaxşı, görüşək. Günorta namazına gedə bilmədim, deyir, qoğum əqrabam gəldi, deyir. Ancaq axşam qapısına getdim, deyir, qapısını döydüm, atası çıxdı, deyir. Dedim ki, deyir, oğlum Əhmədi görmək istəyirəm. Dedi, oğlum bugün günorta namazında dünyasını dəyişdi, dəfn eləmişik. Subhanallah. Dedim ki, nə oldu? Dedi, otağına girdi dünya, amma dedi, 2 həftədə onda bir hallar olmuşdu. Bir nəfərlə qarşılaşmışdı, tövbə elədi günahlardan. Meçidə gedər, oruç tutar, 2 həftə deyir, bizi namaza durğuzar, son gün gəldi, deyir, günorta namazını qıldı, deyir, dünyasını dəyişdi, deyir. Dedi, sən kimsən? Dedim, mən onun dostu. Dedi, sənsən onu nəsiyyət edən? Dedim, bəli. Dedi, gəl səni alnından öpür. 2 həftə, baxın, tövbə elədi, pis əməllər üzərinə 2 həftəsi nə oldu? Gözəl sonucla dünyadan keçdi, köçdü, tövbə ilə. Çünki Allah təala nədir? Rəhmandır, rəhimdir, subhanallah. Baxın, bir gün deyir, salələrdə bir yolda gedirdim, deyir, maşın qəzaya olmuşdu. Bu, zamanımıza baş verən hadisələr. Yaxınlaşdım, gördüm ki, deyir, 3 dənə deyir, gənc deyir, yıxılıblar yerə, maşın qəzası, onlardan birisi də deyir, can verir, deyir, köməyə gəldilər, deyir, yolda olanlar, köməyə gəldi, deyir, yol polisi, dedi ki, deyir, son anında, ənə fi səqar, ənə fi səqar. Mən deyir, səqardayım, səqar cəhənnəmdir. Çox adam bilmir, səqar nə deməkdir. Onu soruşan yol polisi bilmədi. Dedi ki, bu ölənə qədər səqardır. Nə deməkdir səqar? Dedi, subhanallah, Quran-ı Kərimdə ayəni oxuyub. Nədir ayə? Səaslihi səqar. Onları deyir, cəhənnəmə salacam. Və mə ədrakə mə səqar. Sən nə bilirsən səqar nədir? Lə tubqi və lə tətar. İnsanın deyir, üzərində heç bir şey qoymar, dərisini tökər. Soruşacaqlar, mə sələkəkum fi səqar. Sizi bu cəhənnəmə salan nə idi? Qalu ləm nəku minəl musallin. Deyir, namaz qılanlardan deyilik. Son anda nə dedi? Mən deyir, cəhənnəmdəyəm. Subhanallah, la ilahe illallah. Öz-özünə dedi ki, deyir, mən deyir, cəhənnəmdəyəm. Yəni, düşünün, mən deyir, cəhənnəmdəyəm. Subhanallah. Yəni, öz-özünə neynə şəhadət gətirdi. Ona görə də, baxın, deyir, bir gün deyir, cavan birisi dünyasını dəyişmişdi. Apardılar yumağa, yuyan özü danışır. Deyir ki, yuyan qədər deyir, üzü deyir, qaralmağa başladı. Yuyuram, üzü qaralmağa başladı. Sonunda deyir, gördüm, pis qoxular gəlir. Gördüm, kənarda da oturub, deyir, atası deyir, siqaret çəkir. Dedim ki, deyir, bu halda mı siqaret çəkirsən sən? Dedim, gəl bura. Bunun halı nədir? Deyir ki, elə məni kimi namaz qılan deyildir. Dedim, mən bunu yuya bilmərəm o zaman. Subhanallah. Üzü deyir, qaralmışdı, deyir. Görün, düşünün. Son anda nədir? Nə ilə qutardı bu dünyadan? Ona görə də bir insan hər zaman tövbə etməlidir. Baxın, deyir ki, Hişam ibn Əbu Həf salihlərdən birisi Dəxaltu alə raculin, bir nəfərin deyir, ölüm anında yanına girdim.
Dedim ki, qul la ilahe illallah, la ilahe kəlməsini dinə. Qala heyhət, vay olsun mənə, hilə beyni və beynəhə, deyə bilmərəm, deyə aramda sədd çəkilib, subhanallah. Birisinə dedi ki, la ilahe illallah dinə. Ölüm anında deyir ki, deyir, peşkə xod elə, at xod elə, şah xod elədir. Ölüm anında deyir, şahmat oynayırdı, deyir. Çünki ömrü deyir, şahmat oynamaqla keçmişdi. Elə də dünyasını dəyişdi. Birisinə dedi ki, qul la ilahe illallah, la ilahe kəlməsini dinə. Deyir ki, deyir, ölünə qədər deyir, mahnı oxudu. Başqa birisində deyir ki, la ilahe illallah dinə. Dedi, mə yənfə'uni mə təqul. Sənin dediyin mənə nə fayda verə biləcək? Və ləm ədə məsiyyətən, etmədiyim deyir, günah yoxdur, deyir. Elə də deyir, dünyasını dəyişdi, deyir. Birisinə dedilər ki, deyir, la ilahe illallah dinə. Qalə, və mə yuğni anni. Nə mənə faydası var ki, və mən a'rifu ənni salleytu lillahi salatan. Mən bilmirəm, nə zaman deyir, Allaha deyir, bir rükət namaz qılmışam, ya qılmamışam deyir. Elə də deyir, dünyası neynədir? Dəyişdi deyir, subhanallah. Ona görə gözəl sonuc, bütün alimlərin belini qıran bir ibadət olub. Hər zaman dua ediblər. Peyğəmbərimiz s.ə.v nə deyir? Gecə namazında, ya müfəbbitəl qulub, fəbbit qalbi alə dinik. Mənim deyir, qəlbimi dinində sabit eylə. Ayşə anamız deyir ki, ey Allah Rasulü, sən nə mi bu duanı edirsən? Deyir ki, insanların qəlbləri Allahın iki barmağı arasındadır. Yuqallibu keyfə, istədiyi kimi çevirir. Səhər möminidir, axşam kafir, axşam mömini səhər kafir olur və ya tərsinə. Axşam kafiri səhər mömin olur. Ona görə də sabitlik, qardaşlar, heç bir insan öz əməlinlə qürurlanmasın. Əgər bu dünyadan yaxşı köçmək istəyirsənsə, heç vaxt əməllərini çox görmə. Hər zaman dualarında Allah tədəyə acizliğini etiraf elə. Deyən, Allahım, mən aciz qulunam, aciz bəndərəm, sənə möhtacam. Baxın, Ömər ibn Abdüləziz bir gün xütbəyə çıxır. Ey insanlar, siz əbəs yerə xəlq olunmamışsınız, nə də öz başınıza tərk olunmayacaqsınız. Allah təala buyurur, məyər insan elə güman edir ki, o başı başına cəzasız buraxılacaq. Əksinə, siz elə bir məkana dönəcəksiniz ki, Allah Teala sizin aranızda hökm vermək və sizin aranızı ayırmaq üçün gələcəkdir. Məhrum olanlar və xüsrana uğrayanlar o kəslərdir ki, Allahın hər şeyi əhatə edən rəhmətindən məhrum olmuşdurlar və cənnətindən uzaqlaşdırılacaqlar. O cənnət ki, onun sərhədləri göylər və yer qədər genişdir. Məyər bilmirsiniz ki, sabah sığınacaq yalnız bugün Allahdan qorxanlar və müvəqqəti, keçici olanı, əbədi olan kiçik bir şeyi, böyük bir şey, qorxunu isə əmin amanlıq qarşılığında satanlar ilə məhdudlaşacaqdır. Məyər dərk etmirsiniz ki, sizlər həlak olanların, məhv olanların nəsillərisiniz. Sizdən əvvəl nə qədər insanlar dünyadan köçdü getdi. Sizdən sonra dünyaya sağ qalanlar isə onların yerini tutacaqlar və hamınız Allaha qaydana kimi bu hal belə davam edəcəkdir. Nə gözəl bir söz. Ona görə də ölüm gəlməmişdən əvvəl, təqdir olunan əcəl başa çatmamışdan əvvəl Allahdan qorxun. Allaha and olsun ki, mən bu sözləri sizlərə deyirəm, lakin bilirəm ki, mən sizlərin hər birindən daha çox günah işləmişəm. Ona görə də Allahdan bağışlama istəyirəm və tövbə edirəm. Sizlərdən birinin bir şeyə ehtiyacı olduğunu nə zaman eşitsək, bacardığım qədər onun ehtiyacını yerinə yetirməyə cəhd edirəm. Hər şeyi edə bilərəm. Amma deyir, Allah dərgahına köçəndə isə heç kimsəyə fayda verə bilməyəcək. Ona görə də bugün üçün hazırlaşmaq lazımdır, qardaşlar. İbadətlərlə, dualarla, Uca Allah Teala sonumuzu xeyirli, bərəkətli eyləsin. Uca Allah Teala bizləri bağışlasın. Uca Allah Teala bizləri əff eyləsin. Allah Teala rəhmandır, rəhimdir, duaları qəbul edəndir. Heç kimsə Allahın rəhmətindən ümidini heç zaman nədir? Üzməsin. Çünki rəhmandır. Allah Teala ümid bəsləsin, həmçinin də günahlarından qorxsun. Ey bir-birindən gözəl neymətlərin sahibi, ey qüdrətli, zəngin, tayı bərabəri olmayan uca Rəbbimiz, sənə möhtaclığımızı etiraf edərək, mərhəmətinə sığınaraq, əhv diləyirik. Sənin qəzəbinə səbəb olmuş günahlarımıza görə səmimi qəlbdən tövbə edirik. Ya Rəhmən, ya Təvvab, ya Qaffar, ey sıxıntılarımızı, problemlərimizi bizdən daha yaxşı bilən Rəbbimiz,
səndən çətinlik anında çıxış yolu, ölüm anında gözəl sonuc, qəbrimizi isə nurlu cənnət bağçası etməyini istəyirik. Hər halımızda səndən razı qalmağı diləyirik, ya sabur. Bizləri səbirli olan kəslərdən elə, ya Allah, biz bilirik ki, dünya fanidir. Yaşadığımız hər bir imtihan mütləq bitəcək və sonunda sənə qovuşacaq. Yaşadığımız hər bir imtihanı xeyirli sonluqla bitir. Bizləri salihlərə qovuşdur ki, azlıqda, səhv addım atdıqda bizlərə səni xatırlasınlar. Üzərlərimizi birləşdir, aramızdakı müsibətləri düzəlt, bizi salamat yollara yönəlt, zülmətdən nura çıxart, bizi zahiri və batini pisliklərdən uzaq eylə, ey Rəbbimiz. Ya Qadir, sən bizim imanımızı güclə ilə, hər hansı sıxıntıya rast gəldikdə üzülən, üsyan edən kəslərdən olmayaq, ibadətləri sevə-sevə etməklə hər addımında sənə yaxınlaşan, sənin rəhmətini qazanan kəslərdən elə bizləri. Sənin sevginə çox möhtacıq, ya Vadud. Bizləri çox sevdiyin bəndlərindən eylə, ey Rəbbimiz. Qəlbimizin nurlu eylə, ey Rəbbimiz. Verdiyin neymətlərə razı sal qəlbimizi. Hər neyməti səndən bilirik. Sənə çox şükürlər olsun, ey Rəbbimiz. Yaratdıqlarının sayı qədər sənə həmd-i sənalar olsun. Səndən çox razıyıq, sən də bizlərdən razı qal. Bizləri Firdevs cənnətinə layiq olan kəslərdən eylə. Sənə gözəl sonluqla qovuşdur bizi. Ya Allah, ya Sələm, sən bizim bu gözəl vətənimizi qoru. Sən bizim xəstələrimizə sağlamlıq ver. Subaylarımıza evlilik qapılarını aç. Övladı olmayanlara salih, gözəl övladlar ver. Ey açılmaz sandığımız qapıları üzümüzə açan Rəbbimiz, bizi çirkinliklərdən uzaq eylə. Ya Quddus, acizliyimizi etiraf edərək qapına gəldik, səndən diləyirik. Aç rəhmət qapılarını üzümüzə. Ya Ərhəmər Rahimin, ya Mucib, sən biz möhtacları sevindir. Ey Rəbbimiz, sənə şükürlər olsun, ya Razzaq. Zənginsən, xəzinən heç zaman bitməz. Yer üzündə elə bir canlı tapılmaz ki, onun ruhsunu verməyəsən. Ya Ərhəmər Rahimin, ey Rəbbimiz, sənə dualar edirik. Qardaşlarımızla bir yerdə acizik, acizliyimizi etiraf edirik. Bacardığımız qədər sənə həmd-i səna etməyə çalışırıq. Biz acizik, Allahım. Sən bizi müvəffəq etməsən, heç zaman müvəffəq ola bilmərik. Ya Azim, sənin rəhmətindir ki, sənin müvəffəqiyyətindir ki, biz acizlərə bugün səni anmağı, səni yada salmağı, Peyğəmbərimizi yada salmağı, ona salavat oxumağı bizlərə nəsib etmirsən. Sənə şükürlər olsun. Hər zaman Rəbbimizə şükürlər olsun. Şükürlər edək ki, Rəbbimiz bizlərə doğru yolu verib və bu doğru yolda Allah təala bizləri sabit eyləsin. Bugünkü biz bu yerdə Rəbbimizin sevgisi üçün bir yerə toplanmışıq. Rəbbimizi yada salırıq. Allah təala bizləri cənnətdə taxtlar üzərində əyləşib, bir-birimizlə söhbət edən, Allahın gözəl cəmalına baxan qullarından eyləsin. Düşün, o gün ki, insan Allahın cəmalını tamaşa edəcək. Vucuhun yevmə izin nadira. O parlaq üzlər uca Allaha baxacaqlar. Cənnət əhlidir, Allahı görəndədir, sevinəcək. Subhanallah. İlk dəfə Allahın səsini eşidəcəklər. Ey mənim dostlarım deyə Allah təala cənnətə çağıracaqlar cənnət əhlini. Ondan görüşmək üçün gələndə cənnət əhlini süfrələr başında əyləşdirəcək, ən gözəl paltarları geydirəcək, deyəcək, ey mənim dostlarım, salam olsun sizə. Cənnət əhli həm sevinç, həm o gözəllikdəndir, başlarına aşağı salıb, göz yaş tökəcəklər, sevindiklərindən. Rəhmanın səsini eşidirlər. Rəhman deyir ki, salam olsun sizə. Subhanallah. Əsl gözəllik elə budur. Və biz bugün bunu anlayırıqsa, yenə də bizim əməlimizə görə deyil, bizim nəyisə bilməyimizə görə deyil, Allahın lütfüdür bunu bəxş edib bizə. Nə əməllərimiz var ki, heç hansı əməlimiz olsa da Allahın bu boyda bəxş etdiyi qabağında nə sahibiyik ki, nə etmişik ki, heç nə. Sadəcə Rəhmanın lütfüdür ki, bizi bir yerə toplayıb, onu zikr etməyə bizlərə nəsib edib. Subhanallah. Ona görə də acizliyimizi hər zaman etiraf etməliyik dualarda. Baxın, salihlərdən birisi nə deyir? Deyir ki, oruc qapısı ilə Allaha yaxınlaşdım, çox insanı gördüm. Namaz qapısı ilə yaxınlaşdım, çox insanı gördüm. Zəkat qapısı ilə yaxınlaşdım, çox insanı gördüm. Sədaqə qapısı ilə yaxınlaşdım, çox insanı gördüm. Hər qapıda deyir, basa-bas idi. Bir qapı var ki, deyir,
o qapıdan yaxınlaşdım, çox az insanı gördüm. O da hansı qapıdır deyir? İnsanın öz acizliyini dərk etmə qapısı. O qapıdan yaxınlaşanda deyir, Allah Teala özü məni içəri daxil etdi. Subhanallah. Yəni, hər zaman insan acizliyini dərk edir. Qəlbən bunu yaşayır, qürurlanmır. Allahın ən sevdiyi şeydir ki, bir insan acizliyini etiraf etsin dualarında. Dualarında etiraf etsin. Allahım, mən acizəm, sənə möhtacam. Əgər duaların qəbul olmağını istəyirsənsə, hər zaman acizliyini etiraf elə dualarında. Yəni, əgər duaların qəbul olmağını istəyirsənsə, ona görə bir insan hər zaman acizliyini dərk etsə, dualarla yaxınlaşsa Allah Teala'ya, bu qürurlanmasa, Allah Teala nədir? Rəhmandır, kərimdir. Sonuc, gözəl sonuc nədir? Ona əlbəttə ki, uca Allah Teala qismət edəcək. Baxın, salihlərdən birisi deyir ki, yəni bunu da oxuyayım inşallah. Deyir ki, bir gün gördüm ki, deyir, qonşularımdan birisi dua edir. Yəni, dua edərkən əlbəttə ki, Allah Teala'nın ən gözəl nədir? Adları ilə Allah Teala'ya yaxınlaşır. Ey Rəbbim deyir, yəni gör, etirafa baxın. Alimlərdən birisi görür. Deyir, ey Rəbbim deyir, mən deyir, nə qədər deyir, yaxşılıqlar edirəm, mən nə qədər günahlar edirəm, günahlarım sənə yüksəlir, amma deyir, qonşumun deyir, Əbu Əli deyir ki, qonşumun deyir, belə dediyini eşitdim. Ya Allah, sənin xeyrin mənə enməkdədir, mənim günahlarım sənə yüksəlməkdə. Necə şərəfli mələk mənim çirkin əməlimi sənə yüksəldir, sənin mənə ehtiyacın olmadığın halda məni nemətlərinlə sevirsən, mən sənə həmişə möhtac olduğum halda günahlarla sənə qəzəblənirəm. Sən bu xüsusda mənə dəstək olur, günahlarımı örtür və mənə ruzu verirsən. Subhanallah. Ona görə də duaların qəbul olmağını istəyən heç zaman qürurlanmasın. Uca Allah Teala bizləri salih bəndələrini eyləsin. Allah Teala bugünkü bu məclisimizi xeyir bərəkətli eyləsin. Günahlarımızı bağışlasın. Allah Teala buradan qalxanda inşallah bütün günahlardan təmizlənən bəndələrini eyləsin. Üzümüzü bu dünyada da, ahirətdə də ağ eyləsin. Amin.